Salam müəllimlər, bu gün də MİQ 2025 informatika suallarının izahına davam edirik. Bugünkü mövzumuz Python mövzusudur və Python suallarına, imtahana düşən Python suallarına baxacağıq. Videonu iki hissəli edəcəm müəllimlər, çünki həm çox vaxt olmasın, həm də yorucu olmasın. Birinci sualımızdan başlayaq. Çünki Python sualları az değildi. MİQ 2025'də 9 Python sualı düşmüşdü. Baxaq müəllimlər sualımıza. Verilmiş Python proqramının icrasından sonra ekrana çıxan nəticəni müəyyən edin. Birinci Python koduna baxaq müəllimlər. K-nın qiyməti 0-dır. Burada for dövrü görürük və dövrün gövdəsində 2 dənə if var. Və i hər dəfədə ədədi silsilə kimi, yəni 3 vahid arta-arta gedir, təki 50-yə qədər. Və müəllimlər, birinci forun gövdəsinə baxsaq, birinci ifdə i-nin 2-yə bölünməsinə alınan qalıq 0 olarsa, yəni i-nin cüt qiymətlərində k-nı bir vahid artıracaq və continue olacaq, dövrə qayıdacaq. Yəni bu o deməkdir ki, cüt qiymətlərdə şərt ödənəcək, birinci if ödənəcək. K-nı artıracaq bir vahid, continue olduğuna görə ikinci ifi görməyəcək. Yəni continue nə edir? Dövrə qaytarır, düzdürmü? O zaman ikinci if yerinə yetirilməyəcək. Bəs ikinci if nə zaman yerinə yetiriləcək? Baxırıq ki, i-nin tək qiymətlərində bəli, hansı ki bu birinci ifə yox deyəcəyik. O zaman tək qiymətlərində ikinci ifə baxacaq. Onun da şərti nədir müəllimlər? O tək qiymətlər içərisində hansı ki 5-ə qalıqsız bölünəcək, k-nı bir vahid artıracaq və burada biz bir birik görürük. Birik olduğuna görə dövrü dayandıracaq. Buradan o nəticəyə gəlmək olar ki, demək bu tək ədədlər içərisində ilk 5-ə bölünən ədəd bu ikinci ifi ödəyəcək və artıq dövr dayanacaq. Növbətlərə baxmayacaq, çünki birik var. Buradan da o nəticəni çıxarmaq olar ki, i-nin bütün qiymətlərini yazmağa ehtiyac yoxdur. Bəs sual oluna bilər ki, hara qədər yazmaq lazımdır? Hansı ki 5-ə bölünən ilk tək ədədə qədər yazacaq. İndi mən yazsam bu qiymətləri. i bərabərdir 1-dir, 3 vahid artacaq 4, 7, 10, 13, sonra 16, 19, 22. Baxın, indi bunlar içərisində təklərə diqqət edirsinizsə 5-ə bölünür. İlk artıq 5-ə bölünən tək gəldi, 25. Yəni 22 3 vahid artdı, 25. Bundan sonra davam etməyəcəm. Çünki onsuz da i-nin 25 qiymətində dövr dayanacaq. Və buradan davam etsək, hansı ki, indi i-nin qiymətlərini yazdım, hamısını dediyim kimi yazmağa ehtiyac yoxdur. Bəs bu nəticəni hardan çıxartdıq? Buradan, yəni ikinci ifin şərtindən və birikdə. Müəllimlər, i-nin cüt qiymətlərində, demək, birinci if ödənəcək. Yəni, k-nı bir vahid artıracaq, continue olacaq, ikinci ifi görməyəcək, yəni sadə dildə desək, dövrə qayıdacaq. O zaman cüt qiymətləri işarələyək. i-nin cüt qiymətləri 4, 10, demək 16, 22. Yəni bunları ayrıca yazsaq 4, 10, 16, 22 qiymətlərində mən bu ifə hə deyəcəm, düzdürmü? Yəni şərt ödənəcək, qalıqsız bölünəcək. K-nı hər dəfə bir vahid artıracaq. Neçə dənə qiymət oldu burada? 4 dənə cüt oldusa, demək K-da 4 dəfə bir vahid artacaq. O zaman birbaşa yazaq K 0 üstə gəlsin, 4 vurulsun 1 bərabərdir 4-ə. Və bunların hər birində də continue olduğuna görə artıq bunu yoxlamağa onsuz da ehtiyac yoxdur. Çünki continue-da artıq ikinci ifə bu k-nı bir vahid artıracaq, continue-nu görəcək. Tutaq ki, i-nin 4 qiymətinə ayrı-ayrı baxsaq, i-nin 4 qiymətinə hə deyəcək, k-nın bir vahid artıracaq, continue, yəni ikinci ifi görməyəcək. 10 qiymətində də eyni ilə, 16 qiymətində də eyni ilə, 22 qiymətində də eyni ilə. Demək müəllimlər, biz bunu yazdıq. Yəni birinci ifdə olan artıq şərtlərə uyğun, yəni i-nin 4, 10, 16, 22 qiymətləri ödəndi, k-nın artımını nəzərə aldıq, eyni zamanda continue-nu. Bəs ikinci ifə nə zaman baxacaq? Hansı ki tək qiymətlərində. İndi təkləri də yazsaq burada ayrıca neçə təkimiz var? 1, 7, 13, 19, bir də 25. Düzdürmü müəllimlər? Amma diqqət eləsək, bu təklərin baxaq düzgün yazdıq. 1, 7, 13, 19, 25. Bəli. Yəni i-nin bu qiymətlərini içərisində də müəllimlər nə 1, nə 7, nə 13, nə 19, yəni qalıqla 5-ə tam bölünmür. Yəni qalıq qalır da, düzdürmü? İlk 5-ə bölünən tək hansı olacaq? 25. O zaman yazırıq ki, yəni açıqca yazsaq, lap i-nin 25 qiymətini yazaq. 25-in 5-ə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Hə deyəcək. K-nın sonuncu dəyəri neçə olubdur? 4. 4-ü bir vahid artıracaq, olacaq 5 və
birik olduğuna görə artıq dövrü dayandıracaq və K-nın da 5 qiyməti çap olunmuş olacaq. Yəni bunu qısa belə gedə bilər. Hələ mən biraz ətraflı qeyd edirəm ki, anlaşılmayan məqam qalmasın. Yəni 4 vahid burada artır, 1 vahid də burada artır. Bununla da məsələ həll olunmuş olur. Sonra növbəti suallara deyirəm. Suallara baxaq müəllimlər. Sual 2. Sual 2-də də yenə deyir ki, proqramın nəticəsini müəyyən edin. Baxırıq ki, bizə 3 dənə belə sətirdir, biri boş sətirdir. Yenə bir for dövrü var və A sətrinin simvollarını, yəni i-nin qiymətləri A sətrinin simvollarını alacaq. İndi müəllimlər, baxsaq forun gövdəsinə deyir ki, if c count i bərabərdir 1-ə. Yəni deyir ki, C sətrində, yəni bu i'lərdən bir dənədirsə, o zaman həmin simvolları cəmlə. Bunun mahiyyəti nə deməkdir? Yəni baxın, bu sətirdə tutaq ki, i götürdü A qiymətini, məsəl üçün deyirəm də, düzdür. A onsuz da C yoxdur. Yəni hərf simvollarının heç biri C-də yoxdur. Amma biri götürürük, məsəl üçün birdən C-də bir dənədir, hə deyirik, o zaman sətri cəmləyirik. Sonra növbəti biri götürürük. Yenə birdən bir dənədir C sətrində. Hə deyirik, yenə cəmləyirik. Demək, buradan hansı nəticəni çıxardırıq? Yəni bu B sətri nəyə bərabər olacaq? Yəni daha doğrusu B dəyişəni nəyə bərabər olacaq? Bu sətrin içərisindəki rəqəm tipli simvolların cəmini. Yəni bunları götürəcəm. Bir dənə bir buradadır rəqəmlər, bir dənə budur. Bir bu hissədir, bir də bu hissədir. Yəni bir daha vurğulayıram. C-nin içərisinə, yəni C sətrinin içərisinə i-lərdən bir dənə olanları cəmləyir. Bu da təbii ki, C sətrinə də baxsaq rəqəm simvollarından ibarətdir. Demək, bizə burada hərf simvolları lazım deyil. Rəqəm simvolları da bir dənə olduğuna görə C sətrində 0-dan 9-a qədər də belə deyək, simvol olaraq buna yanaşırıq sətirdir. Çünki düzüldüyünə görə şərtimiz ödənəcək və bu rəqəmlərin hamısını götürəcəyik və cəmləyəcəyik. Yəni rəqəm tipli simvollar. Çünki bunlar sətirlərdir. Sətirləri də bilirik ki, toplayanda birləşdirilir. O zaman elə birbaşa yaza bilərik ki, demək, altından xətt çəkdiklərimizi birləşdirək. 1, 1, 1, sonra 2, 1, 1, sonra 1, 2, 1, 1, 2 və 1. Belə bir sətrimiz alınır. Baxın müəllimlər, bax burada. Çünki şərtimiz ödənəcək. Bu sətrin içərisindən sanki rəqəm tipli sətirləri seçdik, simvolları seçdik və birləşdirdik. Birləşdirdikdən sonra müəllimlər, baxırıq ki, burada nə var? B bərabərdir, B split, B 3-cü indeksli element. Yəni B sətrindən deyib, bu sətri B 3-cü indeksli elementdən parçala və siyahıya çevir. Yəni belə götürsək böləcək də. Yəni 3-cü indeksli elementi götürsək 0, 1, 2, 3. 3-cü indeksli elementimiz 2-dir. Yəni bu sətri 2-dən bölərək siyahıya çevirəcək. Bunu da siyahıya çevirəndə B bərabərdir. 1, 2, 2-yə qədər 1 gələcək. Yəni siyahımızdan yazaq. 2-yə qədər 1 götürəcək. 1, 1, 1. Düzdürmü? 2-də gəldi, artıq böldü. Növbəti 2-yə qədər yenə 1, dırnağı yazaq. 1, 1, 1. Düzdürmü? Buradan da böldüm. Sonra növbəti 2-yə qədər yenə 1, 1. Düzdürmü? Buradan da böldü. Bir dənə birimiz qaldı. Demək, 1 simvolu olmuş olacaq. Yəni bizim siyahımız belə olacaq. Belə bir sətr aldı. Sətri 3-cü indeksli elementdən bölərək siyahıya çevirdi. Və bizdən demir ki, siyahını çap elə. Len B dediyinə görə, yəni bu siyahının neçə elementi var? Demək, sayırıq, indeksləmə deyil, sayırıq deyil, birdən başlayırıq. 1, 2, 3, 4. Demək, 4 elementi olmuş olacaq. Sonra müəllimlər, bu sualımızın da cavabı belə. Növbəti sualımıza baxaq. Növbəti sualımız çox sadə sualdır. Yəni, bu MIG 2025-də ən sadə Python sualı elə bu sual idi. Demək, baxırıq müəllimlər, deyir ki, birincini, ikincini, üçüncünü uyğunlaşdırın. Bu bizə siyahı verilibdir. Siyahının elementlərini say deyir. Neçə elementi var? 1, 2, 3, 4. Demək, 1-ə uyğun olacaq A. Düzdürmü? Bu 4. Sonra burada bizə yenə siyahı verilibdir və deyir ki, siyahıya əlavə elə Y simvolunu. O zaman A, B, C, D. Demək, sonunda da bir dənə burada Y simvolu olacaq. Buna da uyğun, 2-yə də uyğun D-dir. 3-ə baxsaq, yenə bizə bir siyahı verilibdir və deyir ki, siyahının içərisində B simvoluna sahib. B simvolundan da neçə dənədir? Bir dənədir burada. Demək, buna da uyğun olacaq Y. Demək, 1A, 2D, 3 də Y olmuş olacaq.
Növbəti dördüncü sualımıza baxaq. Müəllimlər, bu biraz proqram qurma ilə əlaqəlidir. Düzdür, bizdə abituriyentlərdəki kimi açıq sual gəlmir, amma yəni sətirlər verilir, proqramı artıq özümüz uyğunlaşdırmalıyıq və belə sualları işləyərkən hər zaman deyirəm ki, yəni birinci bu sualın məntiqi strukturunu qurmalıyıq. Yəni məntiqi strukturunu qurmalıyıq ki, nə etməliyik, necə gəlməlidir ardıcıllıq, ondan sonra proqramı yerləşdirmək çətin olmur. Yəni sətirləri yerləşdirmək çətin olur. Müəllimlər deyir ki, birinci şərtə baxsaq, Python proqramlaşdırma dilində əvvəlcə n natural ədədinin, baxın n natural ədədinin daxil edildiyi, daha sonra n sayda tam ədədin daxil edilərək siyahıya əlavə olunduğu və həmin siyahının çap edildiyi proqramı aşağıdakı kod sətirlərini düzgün ardıcıllıqla quraraq düzür. Yəni müəllimlər, n sayda biz ədədlər, tam ədədlər daxil etməliyik, siyahı yaratmalıyıq, siyahıya bu ədədləri əlavə etməliyik və nəticədə siyahını çap etməliyik. Gəlin bunun proqramını seçməmişdən, yəni bu sətirləri proqram kimi düzməmişdən əvvəl biz bunun məntiqi strukturunu quraq. Məntiqi strukturunu qursaq müəllimlər, yəni mən birinci nə etməliyəm, bu deməkdir. Yəni bizə burada deyir ki, n natural ədədin daxil edildiyi, yəni neçə ədədin daxil edildiyini təyin etməliyəm. Bura yazıram, neçə ədədin daxil edildiyini təyin etmək. Düzdürmü? Birbaşa da yaza bilərik müəllimlər. Sadəcə bir çox video izahlarda daha geniş, ətraflı izah edirik ki, çünki mahiyyət anlaşılsın da, düzdür. Ədədləri sonra bu nə etməliyik? Bu daxil edilən ədədləri siyahıya əlavə etməliyik. Demək bizə bir boş siyahı lazımdır. Düzdür? Yazıram. Boş siyahı yaratmaq. Boş siyahı yaratmaq. Bu bizim algoritmimizdə. Yəni necə getməliyik? Birinci addım nə olmalıdır? İkinci addım. Üçüncü addımımız nə olmalıdır müəllimlər? Bu deyir ki, n sayda tam ədədin daxil edilərək. Yəni bizim burada dövrümüz olmalıdır. Düzdür? Yazıram. Dövrü qurmaq. Dövrü qurmaq. Bu üçüncü addımımız. Dördüncü addımımızda müəllimlər. İndi hər dövrdə yeni bir ədəd daxil edilir. Tam ədədlərin daxil edilməsi. Yazıram. Tam ədədlərin. Çünki bizə deyir tam ədədin daxil edilməsi, tam ədədlərin daxil edilməsi. Yəni, nədən sonra nə gəlməlidir? Bunu görəndən sonra proqramı qurmaq çox rahatdır. Sonra 5-ci addımımız nə olmalıdır? Artıq deyək ki, bu tam ədədləri daxil elədik. Bunları siyahıya əlavə eləməliyik. Yəni, burada ikinci addımdakı boş siyahımız var. Ora əlavə etmək üçün nədən istifadə edəcəyik? Appenddən. Yəni, daxil edilən ədədləri siyahıya əlavə edirik. Siyahıya əlavə etmək. Əlavə etmək və nəticədə 6-cı addımımızda siyahını çap etmək. Siyahını çap etmək. İndi müəllimlər, baxın, yəni bizim algoritmimiz bu proqramı qurmaq üçün bu şəkildə olmalıdır. Yəni addımlarımız bu şəkildə olacaq. Bunu biraz burada yerləşdir. Deyək. Demək. Müəllimlər, İndi diqqətli baxsaq burada, başlayaq artıq proqramımızı qurmağa. Deyir ki, neçə ədədin daxil edildiyini təyin edirik və bizə deyir ki, n natural ədədin daxil edildiyi. Demək, birinci nəyi götürməliyik? Baxın burada. N bərabərli int input. N natural ədədin daxil edildiyi deyir axı. O zaman yazıram. N bərabərli int input. Baxın, birinci addımı yerinə yetirdim. Düzdür. İkinci addım deyir ki, boş siyahı yaratmaq. İndi burada sual oluna bilər ki, mənim axı 9-cu sətirdə də boş siyahı var. 10-cu sətirdə də boş siyahı var. Hansını götürməliyik? İndi diqqət eləsək, baxın müəllimlər, onu elə buradan görürük ki, A append B. Bu şəkildə yazmaq olmaz. Bu onsuz da siyahını siləcək. A append B. Düzdür. Yəni A siyahısına B ədədlərini, yəni tam ədədlərini daxil edir. Demək ki, siyahımız bu şəkildə, boş siyahımız A adlanacaq. Aydındırmı? Yəni, A siyahısına əlavə edəcək. Sonra müəllimlər, baxın, boş siyahını yaratdıq. Sonra dövrü qurmaq. Yəni, mən neçə dəfə bu tam ədədləri daxil edəcəm? Neçə dənə tam ədədlər daxil edəcəmsə, yəni n sayda tam ədədləri daxil edilməsi, yəni bax, bu hissə, bu şərt. O zaman yazıram ki, for i in
range n. Düzdür? Bunu da burada qeyd elədik və qoşa nöqtəmiz. Bundan sonra müəllimlər, indi bu tam ədədləri daxil etmək lazımdır. Tam ədədləri daxil etmək üçün baxın, B bərabərdir int input. Axı n dəfə tam ədədlər daxil edib, sonra onu siyahıya əlavə etməliyim. Dövrü də qurduq, tam ədədlərin daxil edilməsi. Dördüncü addımımız, demək B bərabərdir int, burada input yazmış olacaq. Düzdür? Int input. Bunu da yazdıq müəllimlər. Bundan sonra davam edirik. Bunu da yazdıq. Siyahıya əlavə etmək. Yaxşı, bu B-ləri indi A siyahısına əlavə eləməliyəm. Nə yazmalıyam? A append nələri? A siyahısına B-ləri daxil etməliyik. A append B. Bunu da yerinə yetirdik və nəticədə siyahını çap eləmək. Düzdür? O zaman yazırıq ki, print siyahımız nədir? A siyahısıdır. Print A. Bax, bizim belə bir proqramımız yaranmış olacaq. N bərabərdir int input, A bərabərdir boş siyahı, for in range, B int input, yəni burada N-i təyin elədik, boş siyahımızı təyin elədik, dövrü qurduq, dövrün gövdəsində tam ədədləri daxil elədik, daxil etdiyimiz tam ədədləri siyahıya append vasitəsilə əlavə elədik və nəticədə siyahımızı çap elədik. Bu zamanda ardıcıllıq bizdə necə olardı? Variantlar indi ardıcıllıq şəkildə yazılır. Demək, N gəldi, N buradan ikincidir, ikinci gəldi, sonra 10 gəldi, düzdürmü? Sonra 3, sonra B int inputuydu, düzdürmü? 8-cidir, 8-ci sətirdir burada. Sonra append 6, düzdür. Sonra da print A 4'dür. Demək, ardıcıllıq 2, 10, 3, 8, 6, 4 şəklində olmuş olacaq. Bugünkü 4 sualın izahını qeyd elədim müəllimlər. Növbəti 5 sualda digər video izahda qeyd edəcəm. Hələlik.